Xəbərlər ümumi sınaq 8-dən davam edirik. Deməli, birinci sualdan başlayırıq. Nə deyir bizə? Deyir ki, 1206 ədədinin sadə vurğuların sayını tapın. Öncəliklə gəlin 1206-nı sadə vurğularına ayıraq. 1206-nı öncə cüt ədəd olduğu üçün 2-yə bölərəm. Burada da yerləşəcək uşaqlar 603 olacaq. 603 3-ə bölünür. Ona görə 3-ə bölərəm. Qalacaq 201. İndi baxıram uşaqlar, 201 neçəyə bölünür? Yenə 3-ə bölünür. Deməli, 20-də 3 neçə dəfə olur? 6 dəfə olur. Qalır 2 yadda, 21-də də 7 dəfə 67. 67 də sadə ədəd olduğu üçün elə 67-nin özünə bölünür. Neçə dənə sadə vurğu var? 1, 2, 3, 4 dənə sadə vurğu var. 9-da 5 hissəsi 40 olan ədədin 4-də 3 hissəsini tap. Hissəsinə görə ədəd tapan zaman uşaqlar bölürük. Ədədi hissə göstərən ədədə bölürük. Bu deyilir 40 vurulsun 5-də 9 bərabərdir 8 vur 9 72. İndi deyir 72 ədədin 4-də 3 hissəsini tap. 72-ni 4-ə böl 3-ə vur. 72-ni 4-ə böldükdə uşaqlar qalır 18. 18-də 3-ə vurduqda 4 2 yadda 54 eləyəcək A variantı. Ədədin tam hissəsini istəyir. Ədədi uşaqlar hansı iki kökdən çıxan ədədlər arasında yerləşir? 100 ilə 121 arasında, yəni 10 ilə 11 arasında yerləşir mənim 101-im. O zaman uşaqlar bu ədəd neçə tamdır? 10 tamdır. Yəni hansı ədədlər arasında yerləşirsə tam hissəsi kiçik tam. Məsəl üçün 3,5 nə ilə arasında yerləşir? 3 ilə 4 arasında. Deməli neçə tamdır? 3 tam. Yəni özündən tam olaraq bir balaca vahid balacanı götürürük. 1144 ədədi 720 ədədinin neçə faizidir deyəndə 144-ü 720-yə bölüb 100-ə vuracağıq. 144-ü 720-yə bölüb 100-ə vuracağıq uşaqlar ədədin faizini tapan zaman. Deməli 144-dən 720-yə öncə sıfırları ixtisarlayaq. Sonra 72 8-ə bölərik. 8-ə böldükdə burada 9 qalır. Vəbşi 144 elə 72-yə tam bölünür. 144 72-yə bölündə 2 qalır. 2-ni 10-a vurduqda cavab eləyəcək 20 D variantı. Çoxaddan sərbəst həddini tapın deyir. Sərbəst hədd nədir uşaqlar? 4. Kvadrat olduğu üçün kvadratı yüksəldəcəm. Yəni 4-ün kvadratı eləyəcək 16 Y variantı. İfadənin vurğu kökü işarəsi altına salın deyir. Uşaqlar mənfiyə biz toxunmuruq. Mənfi ilə olduğu kimi qalacaq. A kvadratını kökün içinə salanda olacaq mənfi kök hətta B vurulsun A üstü 4. Kökün içərisində dəyişmirik. Sadəcə kvadratı içəri salırıq. Mənfi A kvadratı B A üstü 4 B. Eləcə A variantı. Keçirəm 7-ci suala. Deyir A ilə B-ni kəsişdir, birləşdir C ilə. A ilə B-nin kəsişməsi uşaqları hər ikisində ortaq olanları götürürük. Deməli A kəsişir B-də. Hər ikisində ortaq nə var? C var bir dənə. İndi deyir bu C-ni birləşdir B-C-Y ilə. Cavab olacaq elə B-C-Y. D variantı. Tənin kökləri fərqi 2-dir. Uşaqlar x1 çıxılsın x2 2-dir. Kökləri cəmi neçədir? x1 üstəgəl x2-də bizə verilib əks işarə ilə B. Yəni 4. Burada tərəf-tərəfə toplayanda 2x1 bərabərdir 6-ya, x1 bərabərdir 3-ə. 3-dən neçə çıxsam 2 eləyər 1. Deməli, x2-miz də 1-dir. Q-ni istəyir. Q deməli kökləri hasili. Yəni 3 vurulsun 1 eləyəcək 3. Digər sualda uşaqlar. Bunları gəlin tərəf-tərəfə toplayaq. X kvadrat çıx, x, y üstə gəl, y kvadrat üstə gəl 3xy bərabərdir 25-ə. Bu da x kvadrat üstə gəl 2xy üstə gəl y kvadratını verəcək bizə. Bu da nədir uşaqlar? X plus y-ın mörtərzə kvadrat bərabərdir 25-ə. İndi x plus y nə olacaq? Bir dəfə 5 olar. Çünki 5-in kvadratı 25-dir. Bir dəfə də mənfi 5 olar. Bizə nə deyir? Modulunu tap. 5-in də, mənfi 5-in də modulu elə müsbət 5-dir. Bərabərsizliyin tam həllini istəyir uşaqlar. Necə eləyəcək? Birincisi, modulu olduğu kimi açırıq. Burada da x eləyəcək 4-dən kiçik. Bir də uşaqlar, baxın, işarəni dəyişirəm. Yəni 3-dür, mənfi 3 yazıram. Bir də burada kiçikdirsə böyük eləyirəm. Burada x olacaq. Onu bu tərəfə keçirəndə mənfi 3 üstə gəl 1. Yəni x böyükdür, mənfi 2-dən. İndi nə deyir? 4-dən kiçikdir, mənfi 2-dən böyükdür. X nə ilə? Mənfi 2 ilə 4 arasında yerləşən sayını istəyir.
Neçə var? -1 var, 0 var, 1 var, 2 var, 3 var. 1, 2, 3, 4, 5 dənə həlli var. Keçirəm 11-ci suala uşaqlar. Burada görürəm ki, eyni adlı bucaqlardır. Baxın, unutmayın, bu bucaq necə? Bura odur və burada odur. Yəni, bura alfa 50 dərəcə olacaq. Eyni adlı bucaqlar, yəni eyni görünüşdə olan bucaqlardır. Müxtəlif adlı olsaydı cəmi 180 olardı. Məsəl üçün, baxın, burada D tərəfi 50 ilə, yəni alfa ilə müxtəlif adlıdır. Sinus alfa üstəgəl kosinus beta ifadəsinin qiymətini tapın deyir bizə uşaqlar. Birincisi, sinus alfa nəyə bərabərdir? Bura 3-dür, 4-sə bura 5-dir. Sinus alfa uşaqlar qarşıdakı katetin hipotenuza nisbəti, yəni 3-ün 5-ə nisbəti. Kosinus nəyə bərabərdir? Kosinus beta. Bitişik katetin hipotenuza nisbəti, yəni 3-ün 5-ə nisbəti. Burada bizi çaşdırmaq üçün uşaqlar veriblər. Bəzən uşaqlar götürür 4-ün 5-ə nisbəti yazırlar. Amma unutmayın, kosinus bitişiyin hipotenuza nisbətdir. Bu da eləyir 5-də 6, yəni 5-də 6 da uşaqlar neçə eləyəcək? 6-nı 5-ə böləcəm, 1,2. K-nın hansı qiymətində funksiyanın qrafiki 3 -4 nöqtəsindən keçir? Yəni 3 ilə -4 gətir yerinə qoy. -4 bərabərdir K bölünsün 3. Buradan K da bərabərdir -12-yə. Suallar sizə asan gələ bilər, amma unutmayın ki, uşaqlar, bunlar buraxılışa düşmüş suallardır. Onların içərisindən seçilmiş suallar yığılıb ki, sizin üçün təkrar olunsun. Tərəfi 8 bucaqlarından biri 135 olan rombun sahəsini tapın. Uşaqlar, bir bucağı 135 isə digər neçədir? 45-dir. Tərəf 8 isə sahə necə tapılırdı? A kvadratı sinus alfa düsturu ilə. Yəni A kvadratımız neçədir uşaqlar? 64. Sinus alfa nədir? Sinus 45. Sinus 45-də nə alır? Kökdə 2/2. Bu da 64-dən 2 ixtisar gedir. Qalacaq 32 kökdə 2A variantı. Diagonallar 12 və 16 olan rombun daxilına çəkilmiş çevrənin radiusunu istəyir bizdən. Uşaqlar, öncə diagonallarla əlaqəli tərəfin düsturu var. Yəni D1-in kvadratı üstəgəl D2-in kvadratı bərabər 4A kvadrat. 12-in kvadratı üstəgəl 16-ın kvadratı bərabərdir 4A kvadratına. 144 üstəgəl 256 bərabərdir 4A kvadratına. Bunların da cəmi elir 400 bərabər 4A kvadratına. A da buradan bərabərdir 10-a. Tərəf 10-dur. Uşaqlar, mənim tərəfim 10-dur. Daha sonra hündürlüyü tapa bilərəm. Diagonalımızın biri də neçədir? 12-dir. Bura 12-dir. Bura girmədən uşaqlar sahə ilə gedək. Gəlin davamında gözləyin. Bu hissəyə girərsə biraz çünki işimiz uzanacaq. Sahəyə girərəm. Deyərəm ki, S nəyə bərabərdir? D1 vur D2 böl 2. Bir də S nəyə bərabərdir? AH. Bu ikisini bir-birinə bərabərləşdirsəm. 12 vur 16 böl 2 bərabərdir A. 10 vur H-a. Buradan bu getdi 6 qaldı. Və 6-nı 16-ya vurub 10-a böləcəyik. H-ı tapmaq üçün. Bu da eləyəcək uşaqlar 6-nın 6 36. 96 bölü 10, yəni 9,6. Deməli, mənim şeyim nədir? Hündürlüyüm 9,6-dır. İndi uşaqlar, baxın, burada şəklini çəksəm. Buradakı daxilinə çevrə çəkiriksə, hündürlük elə diametrə bərabər olur. Yəni, H deyil. Yəni, R nəyə bərabərdir? H bölünsün 2-yə. Yəni, 9,6 bölü 2 eləyəcək 4,8 Y variantı. Keçirik növbəti suala. Deyir ki, həcmi 64 olan kubun səthinin sahəsi. Həcm nədir uşaqlar? A kubu. A kubu 64-sə A nəyə bərabər 4-ə? Səthin sahəsi nədir? 6A kvadrat bərabərdir. 6 vur 4-ün kvadratı. 6 vur olsun 16, bu da eləyir 96 B variantı. Məxrəci 18-10 düzgün kəsrənin təsadüf seçilmiş birinin ixtisar olunmayan kəsr olması. Öncə 18-dən qarşılıqlı sadə ədədləri tapaq uşaqlar. 18-dən qarşılıqlı sadə nə var? Hamısını yazsaq 17, 16, 15, 14, 13, 12, 11, 10, 9, 8, 7, 6, 5, 4, 3, 2 və 1. İndi qarşılıqlı sadə hansılardır dairəyə alacam? Təbii ki 17 və 16 cüt olanlar ümumiyyətlə olmaz. Cütləri çıxırıq. Çünki cütlər hər ikisi 2-yə bölünür. Sonra 3-ə bölünənləri də çıxırıq. Geridə qaldı 13, 11, 7, 5 və 1. Neçədən oldu? 1, 2, 3, 4, 5, 6.
Deməli, 18 dənə ədədim var, 6-sı ondan qarşılıqlı saat ədəd eləyəcək 3-də 1. Bu bir cavab. İkincisi, uşaqlar, nə edərəm? Baxın, bəzən sizə böyük rəqəm verər, onu tapmaq biraz çətin olacaq axı. O zaman nə edərik? Demək ki, mən belə eləyəcəm. Öncəliklə belə bir düsturumuz var idi. A vurulsun, 1 çıxılsın 1 böl A, 1 çıxılsın 1 böl B, 1 çıxılsın 1 böl C. Bu nə idi? A-dan kiçik A ilə qarşılıqlı sadə ədədlər məxrəci ağılan zaman. İndi 18 sadə vuruqlarını ayırıram. 2, 9, 3, 3, 3, 1. Deməli, nə oldu? 2 üstündə 1, 3 üstündə 2. 18 bərabərdir. Nə edəcəm? 18 vurulsun 1 çıxılsın 2-də 1, 1 çıxılsın 3-də 1. Bu da bərabərdir. 18 vurulsun 2-də 1, 2-də 1 eləyəcək. 1-dən 3-də 1 çıxanda 3-də 2 eləyəcək. Bundan da bu getdikdə qalacaq 6. Baxın, birbaşa 6-nı tapdıq. Deməli, 6 dənə ondan qarşılıqlı sadə ədəd var. 18-də 6 eləyir 3-də 1. Yəni, bu şəkildə də Dalsant metodundan tapa bilərsiniz. Nöqtələr arasındakı məsafə. İki nöqtə arasındakı məsafəni tapan zaman sondan öncəni çıxıb kökətli kvadratı yüksəldirik. Məsələn, AB məsafəsini istəyirsə, -3-dən 3-ü çıxacam, kvadratı yüksəldəcəm. 6-dan -2-ni çıxacam, kvadratı yüksəldəcəm. Bu da eləyəcək 36 üstə gəl 64, yəni 100. Kökətdə 100-dən də nə çıxır? 10. B variantı. Keçirəm 19-cu. Çevrə daxilinə çəkilmiş 40 dərəcəlik bucağın söykəndiyi qövsün dərəcə ölçüsünü tapın. Uşaqlar, daxilə söykənib 40-dır. Qövs o zaman 12 mislidir, 80-dir. Ədədin rasional üstü qüvvəti şəklində göstərilir. Uşaqlar, baxın, 3, 3, 3. Bunlara öncəliklə nə edərəm? Hamısı eynidir, elə deyil 3-lərdir. O zaman gəlin bir-bir içəri salaq. Baxın, uşaqlar, bu 3-ü salıram bunun içinə. Birinci, digər ikisi qalsın. Kök altında 3-cü dərəcədən 3, kök altında 3-cü dərəcədən, kök altında 3-cü dərəcədən, bunu salıram içəri. 3 var, 3-ün kubu eləyir 3 üstü 4. Neçə qaldı? Kök altında, deməli, bu qalsın, bu qalsın. 3-dən neçədən oldu? 5-dən oldu. İndi, baxın, köklər iç-içə vurulursa, o zaman dərəcələr bir-birinə vurulacaq. Eləcək kök altında 3-cü dərəcədən 3-də 9, kök altının dərəcəsi 9, bu da 3 üstü 5. İndi uşaqlar, bu 3-ü içəri salmaq istəyirəm. Bu da nəyə bərabərdir? Kök altında 3-cü dərəcədən 9, digər kökün dərəcəsi 3-ü 3 üstü 5 vur 3 üstü 9-a. Bu da eləyir kök altında 3-ü 9-a vuranda neçə eləyir uşaqlar? 27. 3 üstü 5-dən 3 üstü 9-da 3 üstü 14. Və salam nə qaldı? 3 üstündə 14 böl 27 qaldı. Bu bizim cavabımız. Bu birinci metoddur. İkinci metodda da nə edərik? Yuxarıdan silib göstərəcəm sizə ikinci metodu. İkinci metodu tərsinə çevirərik uşaqlar. Baxın, ikinci metod. Kök altında 3-cü dərəcədən 3, kökdə 3-cü dərəcədən 3, kökdə 3-cü dərəcədən 3. Burada uşaqlar nə edirəm? Və bura nə deməkdir? Burada uşaqlar, baxın, bu hissə bizə nəyi verəcək? Bu hissə 3 üstündə 3-də 1-dir. Yazıram. Kök altında 3-cü dərəcədən 3, kök altında 3-cü dərəcədən 3 vurulsun, 3 üstü 3-də 1. Daha sonra nə edirəm? Bunları toplayıram. Olur, kök altında 3-cü dərəcədən 3, 3-cü dərəcədən 3 üstü 1 ilə 3-də 1-i toplayanda eləyəcək 3-də 5. İndi nə edirəm uşaqlar? İndi baxın, buranın tərsinə çevirəcəm. Buranı. Bu nə edir? 3 üstündə 9-da 5. Çünki bu 3-də 1-dir. Buradan da 3 var deyə 9-da 5 edir. Bu da yarandı nə? 3 üstündə 3 vurulsun, 3 üstü 9-da 5. Bunlar da 3-lər toplananda 1 ilə 9-da 5 toplayanda 3 üstü 9-da 1 tam 9-da 5 edir. Yəni 9-da 14 edir. İndi bu da kökün dərəcəsinə çevriləndə vurulur. 27-də 14. Bu da ikinci metodumuz uşaqlar. Keçirik, yəni bu şəkildə göstərəcək. Nədir? AB deyir 12-dir, BC 10-dur, AC 8-dir, AY 2-dir, o zaman bura 6 olacaq və YH istəyir. Yəni deyək ki, uşaqlar, bura alfadırsa, burada alfadır, çünki özü verib oxşarlığı zaten. Sonra bura beta olsun, bura qamma olsun, o zaman burada qamma olacaq. İndi nə deyir? Beta qabağında x-in
Digər beta qabağında 12 nisbəti qamma qabağındakı 6-nın digər qamma qabağındakı 10-a nisbətinə eyni olmalıdır. Çarpaz vuranda 10x bərabərdir 12 vur 6, yəni 72. X də bərabərdir 7,2. Rəqəmləri cəmi 14 olan ən kiçik 3 rəqəmli cüt ədədin rəqəmləri hasilini tapın. İndi rəqəmləri cəmi 3 rəqəmli ədəd götürəm, onun rəqəmləri cəmi 14 olsun. 14 olması üçün biri ən böyük olar. Məsəl üçün 8. Ən kiçik 3 rəqəmli ədəd istəyir də. 8, deyək 6. Məsələn 608 belə ola bilər. Daha sonra ən kiçik istəyir axı. Deməli ABC başqa nə ola bilər? 6 ola bilər. 4 ola bilər. 4 ola bilər. Və yaxud uşaqlar belləyərəm. 14-dən 2-ni çıxaram. Nə qalır? 12. 12-dən də 2 çıxaram yenə. Nə qalacaq? 10. 10 yazılamıraq. Ona görə neçə çıxaram? 4 çıxsam. 12-dən 4 çıxanda neçə qalacaq? 8. Deməli, məsəl üçün ədədimin biri 2, biri 4, biri 8 də ola bilər. Yəni 248. Məncə elə ən kiçiyi budur. Ən kiçik 3 rəqəmli cüt ədədin rəqəmləri hasilini istəyir. 2 vur 4 vur 8 istəyir bizdən. Bu da 64 eləyəcək. Amma bəlkə də başqa rəqəmlər də ola bilər. Yəni buna görə 2, 2. Məncə amma bu olacaq. Çünki rəqəmlər cəmi 14 olan ən kiçik 3 rəqəmli cüt ədədindir. Yəni 3 rəqəmli ədəd olması lazımdır. Ən kiçik də 248 olur. Bundan kiçik ola bilməz. Vəssalam. Cavab nədir? 40-dır. 64-dür. 23-cü sual. Yenə bəlkə də uşaqlar sizin bir 22 ilə bağlı bir rəyiniz olsa bildirin. Ola bilər ki, mənim gözümdən qaçmış ola bilər. Bildirərsiniz. A-nın hansı qiymətində 3 ədli 2 ədlin kvadratı olar? Yəni uşaqlar baxın, birincini bilmirəm nədir? Bilmirəm. 2 vurulsun, birinci vur, ikinci var. İkincimiz də 1-dir də. Bunu nəyə vurublar? 2x-ə vurublar. Deməli, mənim birinci həddim 2x-dir. Onun kvadratını eləyəcək 4x kvadratı. Deməli, 4x kvadratı plus 4x plus 1 formasında olsa, bu 2x plus 1-in mörtəzə kvadratını verər. Deməli, mənim A ədədim nədir? 4-dür. Bizdən A-nı istəyir. 24-cü sualda hesablayın deyir. Eyni kökün altında yaza bilərəm. 64 vur 36 kimi. Və yaxud da bundan 8 çıxır, bundan 6 çıxır. Bu da eləyəcək kök altında 8 vurulsun 6, yəni 48. Ədədin tam hissəsini deyir uşaqlar. Mənfi 3,4. Baxın, belə yazıram. Bu deyək ki, mənfi 3,4 buradadır. Ondan bir əvvəl mənfi 3 var. Bir sonra mənfi 4 var. Tam hissə özündən bir vahid, daha doğrusu özündən bir vahid kiçik olandır. Yəni mənfi 4-dür. Belə uşaqlar, suallar bundan ibarət idi.